Anneler, sabah bürsün çörəksiz qalacaqsınız. Toylara da dəvət almayacaqsınız. Onunla bundan uğraşmayın. Qadın azad olanda nə baş verir? Çox ağır mövzudur. Bir yerdə dəyər görürsənsə, hər zaman xoşbəxtsən. Övladların tərəfindən sənin verdiyin dəyəri görə bilirsinmi? Ay aman Allahım. Ürəyim ağrıb ki. Sənə qarşı həqiqətən də yaxılan bir qara yaxma idi, yoxsa doğrudan da o məsələlər olmalı idi? Məni gözləri götürmür, ay mənim üzərimdə siyasət gedir. Geci tezi var, mən Allaha həvalə etmişəm. Ətrafında bu cür qalmaqallar oldu da. Övladların tərəfindən bununla bağlı, o mövzularla bağlı sənə nəsə zəng gəldi? Çox qəlbimə dəydilər, həddindən çox haqqıma girdilər. Çox peşman oldum, keşkə eləməsəydim. Özümüz özümüzə nə edirik biz? İnsanlar da mən istədiyim şəkildə məni tanıyır, əslində heç kim məni tanımır.